Salam, Ana Dil Akademiyasının dəyərli izləyiciləri. Bu günlərim deməli leksika bölməsi ilə bağlı olan sınağın izahına baxacağıq. Eyler Venn diaqramına əsasən ortaq fikri tapmalıyıq. Sinonim, antonim çox mənalı sözlərin ortaq cəhəti hər üçünün eyni nitq hissəsinə aid olmasıdır. Aşağıdakı frazeoloji birləşmələr hansı homonim xüsusiyyətinə malikdir? Ürəyə yanmaq. Ürəyə yanmaq biri var acımaq mənasında, biri də var ki, onu susuzluqdan ürəyə yanırdı. Klasteri tamamlayın. Sol tərəf sağın əksi. Diatonik qammanın 5-ci notu sol, bir də rəngi qaçmaq, solmaq feili mənasında işlənir deyə A variantı. Yəni orada homonimlik istəyirdi. Leksik mənanı izah olunmuş sözü müəyyənləşdirərək anaqramı tamamlayın. Deməli, A variantında qastroldur, B variantında səyahətdir, C variantında istirahətdir, D variantını siz özünüz şərh bölməsinə yaza bilərsiniz. Yenə də mən deyim, D variantı səhnəcikdir, E variantı isə səyyahdır. Bu da başqa şəhərlərdə və ölkələrdən gəlmiş artistin yaxud teatrın, sirkin və s. tamaşası qastrol adlanır. A variantı. Sözlərin hansı qrammatik mənası iki cür düşünmək mümkün deyil. Burada cavab birgə. İti, deməli, İti uc, bir də ucu iti mənasını qrammatik məna deyəndə, yəni nitq hissəsinə aid olmalıdır. Acı biri var acımaq feili, biri də var ki, deməli acı sifət, tikə-tikə feili bağlama və zərf kimi, günorta isim və sifət, isim və zərf kimi, amma bircə sadəcə zərf kimi işlənir. Hansı variantda sözün leksik tərkibinə səhvə yol verilmişdir? Qazancın antonimi ziyan sözüdür. Düzdür. Gizli məxfi sözü ilə sinonimlik yaradır. Düzdür. Etina artıq diqqət yetirmə, əhəmiyyət vermə. Düzdür. Qanad açıb uçmağın mənası sevinməkdir. Düzdür. Mükalimə arxaik söz deyil. Deməli, E variantıdır. Bir yazaq. Cədvələ hansı səhv verilmişdir? Modern müasir düzdür. Nadan insan, avvam insan düzdür. Qanmaz, yəni qanmır o mənada. Cömert insan, simik insan səhvdir. Egoist insan, xudbin insan düzdür. Müfəttiş, təftişçi düzdür. Birində arxaizm işlənməmişdir. Arxaizm nədir? Arxaizm köhnəlmiş sözləri yeni sözlərlə əvəzlənməsidir. Yüzbaşı yasavulları, küçələri dolanırdı. Nazlı bütün günü bir çimdar axtarırdı. Baş əməliyyatı müfəkkili kapitan Tarlanovdan xahiş etdi. 50 dərviş, 50 mərsiyəxana, hamının sözləri tamam yalan. Vəzir çoban çoluq məclisidir bu. Arxaizm yüzbaşının yasavulları küçələrdə dolanırdı. Bunlar arxaizm yox, tarixizmdir. Hansı birləşmə həm həqiqi, həm də məcazi mənada düşünmək olar? Çətin yol. Çətin yol məcazi mənadadır. Ağır zəmbil sadəcə həqiqi mənada olur. Qızıl pul. Bu deməli, sarı avtomobil həqiqi mənadadır. Qara kağız. Kağız qara rəngdə ola bilər, həqiqi mənadadır. Qızıl pul. Biri var, pul qızıl rəngdə olur. Biri var, qızıl dəyərində olan pul. Budur. Müxtəlif elm sahələrinə aid olan və yalnız termin kimi işlənə bilən sözləri müəyyən edin. Qoşma, surət, qitə, sifət. Deməli, feil, piramida, surət, fonetika. Qüvvə, enerji, say. Enerji iki mənada işlənə bilər. Bayatı, şəkilçi, bucaqlı iki mənada işlənir. Akvarel, morfologiya, qəsidə, not. Cavab C variantıdır. Sürət iki mənada işlənir. Sifət də iki mənada işlənir. Deməli, doğru cavabımız C variantıdır.